Salamlar, kanalımın dəyərli izləyiciləri. Bugün sizlərə həşəratlarda hərəkət orqanları ilə bağlı qısa konspekt şəklində video məlumat verəcəm və ümidvaram ki, bu konspekt sizlər üçün faydalı olacaq. Deməli, həşəratlarda hərəkət orqanları əvvəlcə gəlin mən burada ayırmışam xüsusi başlıqlara. Əvvəlcə baxaq, anlayış və bölünmə. Nə demək istəyirəm burada? Hərəkət orqanı anlayışı nə deməkdir? Funksional olaraq hərəkəti təmin edən orqan hərəkət orqanı adlanır. Həşəratlarda yerimi ayaqları var ki, bunlar yeriməyə xidmət edir. Yerimə bir hərəkətdir. Və eyni zamanda uçmağa xidmət edən qanatlar vardır və uçmaq da bir hərəkətdir. Onda belə çıxır ki, funksional olaraq hərəkəti təmin edən yerimi ayaqları və qanatlar bir yerdə həşəratlar üçün hərəkət orqanı adlandırıla bilər. Gəlin baxaq ikinci hissəyə. İkinci hissədə başlıq döş şöbəsinin anatomiyasıdır. Bildiyimiz kimi həşəratların döş şöbəsi 3 buğumdan təşkil olunmuşdur. Ön döş buğumu, orta döş buğumu və arxa döş buğumu. Həşəratların növündən asılı olmayaraq onların döş nahiyəsində 3 buğum var və deməli bu sabitdir, say dəyişmir. İndi baxaq yerimi ayaqlarının paylanmasına. Həşəratlarda yerimi ayaqları sadəcə döş buğumlarına birləşir, döş nahiyəsinə birləşir. Qarıncıqda yerləşən buğumlara ayaqlar birləşmir və həşəratların növündən asılı olmayaraq onlarda döş nahiyəsindəki buğum sayını 3 qeyd ediriksə, hər buğuma, yəni ön, orta və arxa döş buğumuna sağdan və soldan cəmi 2 ədəd olmaqla ümumilikdə döş nahiyəsinə 6 yerimi ayağı birləşir. Və yerimi ayaqlarının sayı həşəratlarda sabitdir, yəni 3 cütdür. Bu, yeriməyə xidmət edən ətraf sayılır. Gəlin baxaq 4-cü başlığa. 4-cü başlıqda qanatların sayı və buğumlar üzrə müxtəlifliyini öyrənəcəyik. Qanatların sayı və buğumlar üzrə müxtəlifliyi. Bizim qızıl qaydamız var. Mütləq bura nəzər yetirək. Həşəratlarda ön döş buğumuna qanat birləşməz. Heç bir həşəratda ön döş buğumunda qanat yoxdur. Bu qızıl qaydadır. Ön döş buğumunda qanat sayı 0-a bərabərdir. Əvvəla bu qızıl qaydanı yadda saxlayırıq. Sonra 7-ci sinif, köhnə 7-ci sinif dərsliyinə nəzər saldıqda, nə üçün köhnə 7-ci sinif dərsliyi? Çünki bu ilki imtahan verəcək abituriyentlərə yeni 2 hissəli 7-ci sinif dərsliyindən deyil də, əvvəlki onların, yəni 7-ci sinifdə keçdiyi köhnə 7-ci sinif dərsliyindən suallar düşəcək. Ona görə də elə oradakı məlumatlara əsasən qeyd etmək istəyirəm ki, bizdə həmin 7-ci sinif dərsliyində həşəratları bölüblər aşağıdakı dəstələrə. Bunlar arasında sərt qanatlılar var, pulcuq qanatlılar var, 2 qanatlılar var, zər qanatlılar var və düz qanatlılar var. Yəni 5 dəstənin adı çəkilir. Və həmin dəstələr içərisində 4 dəstə var ki, ora daxil olan canlıların qanatlarının sayı 4-ə bərabərdir. Burada sərt qanatlarla pulcuq qanatları qeyd eləmişəm. Sadəcə nümunə kimi yer almasın deyə digər 2 dəstənin də adını burada mən çəkəcəm. Digər 2 dəstə arıların daxil olduğu zər qanadlılar, şala, sisək, çərtkənin daxil olduğu düz qanadlılar dəstələridir ki, bu dəstələrdə deməli orta və arxa döş buğumunun hərəsinə 2 ədəd olmaqla cəmi 4 qanat birləşir. Bunları 4 qanatlar başlığı altında birləşdirmişəm. Yəni bunların 4 qanadı var. Və bizim qızıl qaydamız nə idi? Ön döş buğumuna heç bir həşəratda qanat birləşmir. Onda bunlarda yalnız orta və arxa döş buğumuna qanat birləşir. Burada sərt qanatların nümayəndəsi kimi deməli may böcəyini, pulcuq qanatların nümayəndəsi kimi də kəpənək vermişəm. Və görürsünüz kəpənəyin burada 4 qanadı var. 1, 2 ön qanatlar, 3, 4 arxa qanatlar. May böcəyində isə 2 ədəd orta döş buğumuna birləşən sərt qanad üstlüyü var. Bir də arxa döş buğumuna birləşən pərdə şəkilli bunun altında 2 qanadı var. Cəmi 4 qanad.
Sonra iki qanadlar dəstəsi var ki, bunlar ikilər adlandırmışam. Bura milçəklər, ağcaqanadlar, dəstəmizdə qeyd olunan mozalan, sonra göyün daxildir. Bunlar da qızıl qaydanı xatırlayaq. Ön döş buğumu qanat onsuz da yoxdur. Orta döş buğumuna iki qanad birləşir. Normal qanad uçmağa xidmət edir və burada görürsünüz milçəyin. Arxa döş buğumuna isə birləşən qanadlar rudimentdir, vızıltı və müvazinət orqanına çevrilmişdir. Deməli, burada nə yazmışıq? İki normal qanad orta döşə birləşir. İki rudiment vızıltı orqanı arxa döşə birləşir. Müvazinət üçündür. Uçmağa xidmət etmir. Və bunlarda cəmi uçmağa xidmət edən iki qanad olur. Bir də bəzi həşəratlar vardır ki, məsələn, bura birəni yazmışam. Misal üçün biti də yazmaq olar. İki qarışqa və s. Bu kimi həşəratlarda ümumiyyətlə fikir verin. Öndə onsuz da qanad olmurdu heç bir həşəratda. Orta və arxada da qanad yoxdur. Bunlarda ümumiyyətlə qanad yoxdur. Qanad sayı sıfıra bərabərdir. Bunlarda hərəkət orqanı deyəndə sadəcə yerimi ayaqları nəzərdə tutulur. Lakin, gəlin burada bir ümumiləşmə aparaq, riyazi yekuna baxaq, yəni kəmiyyət modelinə baxaq. Həşəratlarda, dörd qanadlarda maksimum hərəkət orqanının sayı 10-a bərabərdir. 6 ayaq və 4 qanad olmaqla cəmi 10 hərəkət orqanı var. İki qanadlar hərəkət orqanı sayına görə aralıq mövqedə dayanır. Belə ki, onların 6 ayaq plus 2 qanadı var, cəmi 8 hərəkət orqanı var. Qanadsız həşəratlarda isə hərəkət orqanının sayı minimaldır. Birə, bit kimi 6 ayaqları var, 0 qanadları var. Hərəkət orqanının sayı elə 6-dır. Yəni, qanadsız cücülərdə hərəkət orqanı deyəndə sadəcə yeriməyə xidmət edən ətraflar, yerimə ayaqları və ya ayaqlar nəzərdə tutulur. İki qanadlar deyəndə həm yerimə ayaqları, həm iki qanad. Dörd qanadlar deyəndə isə yerimə ayaqları və 4 ədəd qanad nəzərdə tutulur. Əziz abituriyentlər, hər dəfə vurğulayıram ki, buğumayaqlar elə bir tipdir ki, heyvanlar aləminin ən böyük tipidir və onun da ən böyük sinifi həşəratlar sinifidir. Qəbulda sizin qarşınıza həşəratlarla bağlı müxtəlif hesablama tipli suallar düşə bilər. Eyni zamanda hesablama olmasa da mütləq buğumayaqlardan sual biz görürük illərin qəbullarında. Ümid edirəm ki, bu yazılı məlumat sizlər üçün faydalı oldu. Çox danışmaq olar, lakin videonun qısa və yorucu olmaması mənim üçün önəmlidir. Əgər maraqlı oldusa, zəhmət olmasa bəyənməyi unutmayın. Diqqətiniz üçün təşəkkür edirəm.